Herkese salam dostlar, mən Gemisa bugün Age of Story 2 Congress 1.5.1 versiyonunda Kosova Avropa fəthində yenidən 15-ci bölümdə sizlərlə birlikdəyəm. Dostlar, həmən vaxt keçmədən özəti keçək. Gördüyünüz kimi ilk öncə belə bir başlanğıcda, belə bir görüntüdə başlamaq istədim ki, artıq hardasa Avropanın yəni %90'ını fəth eləmişik. Demək olar ki, geriyə qalan sadəcə İrlandiya, Skandinaviya və Rusiyadakı torpaqlar qalır. Allah yaxınlaşırıq. Özə keçdiyimiz bölümdə nə etmişdik? İspaniya və Benelux, bura nə idi? Yadımdan çıxdı artıq. Endülüs idi, nə idi? Oradan sonra ordularımızı topladıq. 1-2 milyonluq ordu topladıq hardasa və İngiltərənin hardasa 1.700.000 ordu ilə hər tərəfini sardıq. İrlandiya qaldı, təbii ki, yadımdan çıxdı. Amma İngiltərənin çətin. İlk öncə bölümün başlarında özləri bizə savaş açdı və 800.000 ordumuzu Londona göndərdik. Ancaq onlar da kayıp etdi, biz də kayıp etdik və böyük bir ordu itkisinə nədən oldu və biraz daha Fransa torpaqlarından hücum etməyi istədi. Neçə min ordu ilə sonra isə bir şəkildə barışdıq və ondan sonra ordularımızı topladıq, ekonomimizi də zərər görmüş ekonomimizi və nüfuzumuzu yenidən geriyə qaytardıq və bərpa etdik. Ondan sonra ordularımızı yığaraq İngiltərəni, bütün bu adanı fəth etdik. Dostlar, bu artıq bura bizimdir. İngiltərə, Böyük Britaniya bizimdir. Bu bölümdə nə edəcəyik? Dostlar, İrlandiyanı və təbii ki, İsveçi fəth edəcəyik və sonraki hədəf isə Çinlə Rusiya olacaq və oradakı torpaqlardan indi bilmirəm, siz qərar verin. Əgər istəsəniz bu dağlara qədər Qazaxıstan bu torpaqlarını da, yəni Avropa qitəsinə aid olan torpaqları ələ keçirək, yoxsa sadəcə Avropaya aid olan bu ölkələrdən Rumıniya, Ukrayna və Belarusiya vardı, bu ölkələri ələ keçirək hələ ki. İndi isə ilk olaraq baxaq, keçən bölümdə enkazlarımızı toplayaq. Təbii ki, 20 dəqiqə plus oldu video, ona görə də çünki ingilislər özləri bizə savaş açmışdı. Bu ordular da burada bir toplayaq. Dostlar, 563.000'lik ordumuz qalıb. 1.700.000'dən 563.000 çox dəqiqətən. Başqa harda ordumuz qalıb? Burada da 2.000'lik ordu, tam o da bir ordudur. 565.000'lik ordu qalıb. Başqa harda yerləşir? Tamamdır. O zaman bir də var deyəsən. Bilmirəm amma hər nəysə. Başqa heç bir yerdə qalmayıb zənnimcə. Başqa yerdə varsa da xəstəlik olar. Bəli, xəstəlik olar. Bir yerdə burada var. Tamam, oran niyə elə oldu bilmirəm, amma hər nəysə. Bəli dostlar, İngiltərə fəthində tamamladıq. İndi isə sırada 565.000 ordunun hardasa. Baxaq görək, ekonomik və nüfuz 1 milyon. Tamam, elə bütün ordumuzu orada göndərək. İlk öncə baxaq, 1, 2, 3, 4, 5 ədəd var, 5, 6 ədəd. Hər torpağa bir 50.000 torpaq deyirəm, hər dənizə 50.000. Çünki 1 milyona yaxın ekonomisi varsa, nüfuza baxdığımızda 500.000, tamam, ordumuz onlardan çoxdur. Yəni, yetər də artar bilə. Yəni, ekonomisi 1 milyonsa 500-700.000'lik ordu ilə ala bilərik. Zaten 500.000'lik nüfuzları varsa o zaman yenə də, bəli, bu dənizə yenə də bir ara göndərdik onu deyəsən. Real torpağına göndərdik, amma olsun. Geri qalan torpağında 250.000 yarı böləcək, 125-126 belə. Diğer tərəfdən də yatırımlar eləyək, hətta belə eləyək, 15 milyon var. Çinlə də müttəfiqik bu arada. Çinlə biz müttəfiqik, bildiyiniz kimi keçən bölümdə yaxşı idi aramız. Çinin 11.300.000 nüfuzu var, 8-9 milyon ekonomisi var. Yəni bizlə hardasa başlayacaq haldadılar. Bizim 15 milyon nüfuz, 15 milyon ekonomi çox qərib. Burada hala asilər çıxır. Nigeriya, Misir, Zimbabwe, Etiyopya falan. İsveç gör hara qədər gəlib. İsveç biraz evrim keçirmiş olacaq. Hara gəlmişik. O boyda İngiltərədə bir dənə demən yoxdur. Hər nəysə. Bəli dostlar, indi isə savaşa hazırıq mən də. Hadi bismillah. İlk öncə saldırmasınlar, yox. Gözləməyə üzr yox. Yaxşı orduları var, o zaman biz takviyelərimizi göndərək dostlar. Çünki hər tərəfdən yaxşı donanmaya sahibdilər. Qalalara sahibdilər hər tərəfdən. O zaman bu ordumuzu başlayalım. Gedə biləcəyik mi? Yuxarıda sadəcə tək bir orduları var. Tamam ya, alırız abi. Alırız. Sıkıntı yok. Yani sıkıntı yok, alar.
Tamam, okey. Sadece orada bir ordular kaldı. Bir de ordunun rolünde bir kötü gönderi. Hatta bunun böyle tamamdır. Tamamdır. Sadece 10.000 ve okey, buraya %100. 456.000 biz, 416.000 onlar. Hardasa nüfuzlarının %90'ını, %80'ini itirdiler və bizə qalan %10 oldu. Olsun. Yani, bütün o ölkə savaşdı bizdə. Halal olsun, 100.000'lik ordumuz qaldı o qədər. Ordudan başqa harda qalmışdı? Bu baxdı, başqa harda ordularımız var. Deyirəm də burada bir ordularımız olmalı. Tamam, orada da varmış 35.000, çox gözəl. Orada bir anda bir şey oldu. Neyse, tamam. Ölkəmiz, medeniyetimiz 6. çağında bilim açısından araştırma 22, savunma bonusu 14, üretim geliri 6 mesela. Tamam. Çok güzel. Şimdi yatırımlarımızı eləyirik. Asimilasyonlar niye İngiltere'de asimilasyonlar yerine yetirilmedi? Xəstəlik mi var? Tamam, biz elə gec asimilya oldular. Çünki illərdir yerlərində tərpənmirlər və milliyyətçi oldular hamısı. Başqa harda var? Tamam, hamısını eləyək. Tamam. Videoda 7-8 dəqiqə gəlib. İndi isə sıra İsveçdədir dostlar. İsveç 150.000 ordumuz var. Biraz daha yatırım edək. Biraz daha asimilya etmək lazım. İngiltərədə bir neçə torpaq var. Buraları tam geri qalan hamısı %100. İrlandiya deyəsən bir dəfə də asimilya olacaq hər nəsə. İndi Çin və Rusiya, Çinə böyük bir ordu ilə girməyimiz lazımdır. Çindən qoparacağımız təbii ki, buradan da bir Türkiyə torpaqlarını da qopararıq. 1, 2, 3 ölkəni almaq, yəni bir Moskva önlərinə falan, bura qədər Moskvanı falan keçib bura qədər gəlməliyik ki, bu ordular o torpaqları ala bilək. 1-2 savaş olacaq. Kendimizə indidən yavaş-yavaş hazırlaşaq, zəmin yaradaq. Çünki Çini də çağıracaq bu savaşa. Zaten biz payımızı götürəndən sonra Rusiya buradakı torpaqları da alacaq. Buradakı torpaqları da aldıqdan sonra savaş, barış olduğunda biz də bu torpaqları özümüzə alacağıq və bu da öz lehimizə istifadə edəcəyimiz çox gözəl bir taktikadır. Əgər olarsa, bug mı sayılır bilmirəm, amma alacağım mən. Yəni bu bug sayılmır məncə. İsveçdən alacağımız 1, 2 və 3 ölkə var. Tamam, o zaman İsveçə nə qədər ordu lazım olacaq? 1.500.000 plus nüfuzu var və 1.700.000-ə yaxın ekonomisi var. O zaman biz 1 milyondan çox ordu toplamalıyıq dostlar. Hardasa əlimizdəki 150.000 üstünə biz 700-800.000 də gəlsək gözəl olacaq. Başqa hardan toplaya bilərik? Gördüyünüz kimi asimilya oldu. Məncə hamısı %100 olsun. Artıq uzun zamandır və hamısı %100 olub. Başqa %98. Tamam, okey. Hardadır? Buralarda biraz yəni koskocaman ölkədir. Biraz %80'ə qədər partiler eləyək. Çox gözəl. Məncə artıq onlar da qalxar. İndi isə bir ədəd edərkən bir tərəfdən də bir baxaq texnolojiyaya. 1.67 için 1.6'da yəni bir bayağı fark atırıq. Çinlə birlikdə bayağı fark atırıq yəni. Rusya bizdən daha oha bir anda böyüdük yəni. Rusya bizdən daha 14-15 səviyyə geridir bu sahədə. Bu arada videoları da gezi atıram, yani bizim de öz girişimlerimiz olur falan. İşimiz hakkında vaxtımız olmuyor. Çok da ona göre videolar da gələcək. Allah'ın izniyle kanalımız da böyüyəcək, yatırımlarımızı da eləyəcəyik kanalımıza. Lazım yatırımlar verəcəyik və son bir yatırım eləyək bir də indi və bir ədəd daha yatırım eləyək. %100 çıxsın. Son bir o ışığı da bize versin, o teknoloji puanını. Ondan sonra ise savaşa başlayalım. Məncə oldu. Bəli. Var yani, bunlar boşdur. 8 ədəd gəlib, neyiniyək? Üretim gelirini böyüdək məncə. Yönetimi tamamladıq. Üretim gelirini böyüdək. Tamam, 20 ədəd oldu. Okey, artıq hamısı %100'ə yaxındır. İndi 150.000 ordumuzun üzərinə 700-800.000 ordu gəlmə vaxtı gəlib dostlar. Harada var çoxlu nüfus? Başqa torpaqlarımızda İngiltərə. İngiltərə maşallah. İngiltərədən yaxşı ekonomi var, amma İngiltərənin ekonomisi olmayan digər torpaqlarında da yaxşı nüfuz var. Yəni illərdir burada məskənləşiblər, hərəkət etməyiblər, ordularını yığıblar, saxlayıblar və biz də bundan maksimum dərəcədə istifadə edə bilirik. Dostlar, baxacaq indi ekonomisi 700.000. Tamam, buradan istifadə edə bilərik. Buralarda yaxşı nüfuz var.
bir anlık kayır, yani niye böyle olur? Zannimce bir sonraki videoda, bir sonraki serilerde olmaz bu. 11. Tamam. Buralardan ordumuzu basa bilərik. Məncə orduları bastıktan sonra sizlərlə yenidən qaldığımız yerdən davam edəcəyik dostlar. Bəli dostlar, artıq o böyük ordunu, devasa ordunu yığdım. 1 milyondan çox ordumuzu yığdıq və artıq yavaşdan İsveç səfərinə hazırlaşa bilərik. Dostlar, ilk öncə ordumuzu bir torpağa gətirək, Starsund torpağına gətirək. Oha! Oo! Vay 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 vay. Rusiya. Dur. Bir neyniyəcəyik? Çaşdım qaldım. Çaşdım qaldım dostlar. Neyniyəcəyik? 1 milyon, yəni Lübnan, sən uzaqlaş. Bir çırpma vursam yeter. Yəni müsəlman ölkəsi, estağfurullah, səhv anlamasınlar, amma çırpma vursam yeter. İndi Rusiya ilə necə sabah barışacaq? Rusiya bax, barışmasan sənin üstünə Çini salacam. Çin də səndən qat-qat güclüdür. Yəni həddini bil. O zaman biz ilk öncə belə edək. Lütfen barış. Rusya barışmalıdır, yoxsa əks təqdirdə özü də itirəcək. Yəni yaxşı ordularımız var. Aha, burada ordu basmaqdan başqa çarəmiz yoxdur, çünki bax, barışın, yoxsa pis olacaq. Yəni özümüzə zərər vuracaq. Az öncə yanlış torpaqları seçmişdik. Əgər barışsaydıq içimizdə qalacaqdı. Vay vay, niyə barışmırsınız? Dostum, bu belə olmamalıydı. Yenə də İngilislər kimi oldu bu. İngilislər kimi etməyək sonumuzu. Bəli. Durmurlar, yəni dayanmaq yoxdur. Oyun da kayır, əsəbləşirəm, oyun da kayır, dayanmaq yoxdur. O zaman biz dayanmayaq, hücumlarımızın kəsərini durdurmayaq. Burada da ordularımızı basaq. Dostlar, o zaman hücum edək, başqa çıxarımız yoxdur. Əsəb nəsə, bəlkə nəsə qopararıq. Ordular da çoxdur, yəni vay. Çox pis oldu bu, yəni necə olacaq bilmirəm. Yəni ən azından bir barış sağlansın, necə olacaq. Başqa yoxdur. Vasal da sala bilmərik. Yəni bug olar. Videoda nə ara 17-18 dəqiqə gəldi bilmirəm. 15-16 dəqiqə daha doğrusu. Başım da elə qarışdı ki, Ruslar çox sərt gəldi. Çox pis sərt gəldilər. Yəni ən azından bir önləmlərimizi alaq, başqa çarəmiz yoxdur. O torpaqlar, Baltiklər biraz əldən çıxacaq. Olsun, Baltiklər əldən çıxsa da olar. Ordularımızı qarşıya göndərək, cəbhələrə göndərək. Onu da atlatarıq. O zaman bir bax. Tamam, burada sıxışdıracağıq bunları. Başqa yolu yoxdur çünki. Bir şəkildə atlatarıq. Burada bir 21 mini yurdu bastıq. Necə olursa o. Yəqin ki, artıq bir-iki torpaqda ekonomi zərər gördü. Olsun, biz bunu da qaldıraraq, bunu da altından qalxaraq, yəni problem deyil. Amma burada basmayaq, çünki burada da ekonomi güclüdür. Ani Rus səfəri oldu bu, istər-istəməz. Rusiya bilirdim, hiss elədim, yəni həqiqətən hiss elədim, yəni hər belə demirəm. Bizə savaş açacaqlarını düşündüm bir anda. Rumıniya, əlim dəydi, tamam, olsun. Rumıniyanı qopara bilsək, barış imzalana bilsək, gözəl, okey dərmək. Biraz daha yukarı kaydırak, o zaman buradan bir hücumlar edək. Tamam, güzel, yaxşı taktik. O zaman buna birbaşa bura hücum edək. 25.000 çox böyük ordular var. Basmayaq. 27.000 bir də aşağı gəlir. Hara gedəcək bilmirəm. Ora basta bilmərik. Tamam, yavaş sanki yəni lehimizə döndəririk. Tamam, gözəl, lehimizə döndəririk. Aman Türkiyə torpaqlarına girə bilməzsiniz. Türkiyə bizə əmanətdir, kutsal əmanətdir. Orayı kimsə heç sallamam.
Bura kimsə heç yox. Video 18 dəqiqəyə gəlib. Bilmirəm necə olacaq amma. Tamam, buranı artıq aldıq kimi. Bir şey eləyə bilməzlər. Əlində devasa ordu var. Tabii onların da orduları var ama bu jet çatmır. Tamam, buranı aldık. Çok güzel. Torpaqları biraz geri aldık. Okay. O zaman buradan da bir saldırı eləyək. Başa Ankara'ya hər tərəfli saldıraq ki, alabilək. Çok güzel, çok hava. Buradan da bir saldıraq. Buradan da hücum edək. O 96 milyon ordunun bir izni olsaydı bura keçməyə. Video 20 dəqiqəyə gəlib satıb yenə də uzun olacaq. Yəni yapacaq bir şey yox. Artıq yavaş-yavaş videoları uzun tutmağa çalışırıq. Məcbur. Sonra barışmağa çalışacağım. Bu səfər də hücum eləyək. O 143 min Türkiyədə böyük ordu var. Onun qarşısını 160 mində Türkiyədə böyük ordu var. Biz onun qarşısını ala bilmərik amma hadi bakalım. Yəni olmasa mütləq ki Çini bu işə salacağıq dostlar. Başqa yolu yoxdur. Bir-iki ədəd də torpaq ala bilirik o zaman. Dənizdən bir alaq ki, dənizə sınırımız olsun. Nə olur barışın ya. Artıq bir sonraki bölümdə nə olacaqsa, çünki video uzayacaq. Rusiya durmaq bilməyəcək, ona görə də biz də nə edək? Baltiklər artıq əldən çıxdı. Dostlar, oradakı orduda 5000-ə yaxın orduda şəhid olacaq, yapacaq bir şey yoxdur. Amma yenə də lehimizə çevirə bildik. Yenə də buna da şükür. Ancaq Türkiyə torpaqları da deyəsən gələcək. Amma əlimizdən gələni savaşırıq dostlar. Videoda 21 dəqiqəyə gəlib. Okey. Olsun. Artıq bu bölümü də burada bağlamağın zamanı gəldi. Dostlar, bir sonraki bölümdə görüşənədək gördüyünüz kimi sağ olun, salamat qalın.